7A3 3 rəqəmli ədədi ilə AB7 3 rəqəmli ədədləri 9-a qalıqsız bölünürlər. A vur B hasilini tapın. 9-a qalıqsız bölünən ədədlərin rəqəmləri cəmi 9-a bölünən ədədlərdir. Yəni 7 üstəgəlinsin A üstəgəl 3, yəni 10 üstəgəl A. Həmçinin A üstəgəl B üstəgəl 7 ədədləri hər biri 9-a qalıqsız bölünür. Burada A-nın yerinə nə yazsaq 9-a qalıqsız bölünən ədəd ala bilərik. Deməli, A rəqəmdir, 0-dan 9-a qədər rəqəmlərdən biridir və A-nın yerinə əgər biz 8 yazsaq, yalnız bu halda 18 alınır və 18 9-a qalıqsız bölünür. Deməli, A 8-dirsə, 8 üstəgəlinsin 7 üstəgəlinsin B, yəni 15 üstəgəl B ədədi də 9-a qalıqsız bölünürsə, B də rəqəm olduğu üçün B ola bilər 3. Yəni bu bizim üçün bir 18 verər. 18-ə 9-a bölünür. B-nin də yeganə qiyməti burada 3 alınır. A 8, B də 3 olduğu üçün 8 vurulsun 3 bərabərdir 24 alarıq. Yəni doğru cavabımız 24 olur.